samitdən bitərsə, siz də ona l samiti ilə başlayan şəkilçi əlavə eləyərsinizsə, bu zaman şəkilçinin tələffüzündə fərqlilik görə bilərsiniz. Şəkilçinin tələffüzü fərqlənə bilər və bu normal hal kimi qiymətləndirilir. Mən də ümumi olaraq bu PDF-yə l ilə başlayan samitləri qruplaşdırmışam. Sizin üçün rahat olsun, tanış olasınız, nə var, nə yox belə. Amma ki, sizdən xahişim əzbərçilik deyil. Sadəcə dərk edib başa düşməkdir. Bir də burada verilən qaydaların hamısı bütün sözlərə şamil olunur fikri də yanlışdır. Çünki bu Azərbaycan dilində istisnalar qaçılmazdır. Sözsüz ki, istisnalar ola bilər. Amma sadəcə nəzərinizdə olsun ki, bu söz şəkilçilərin bu tipli tələffüzləri də var. Məsələn, larlar şəkilçisi tələffüz olunarkən rar formasında da ola bilər. Dar və nar formasında tələffüz oluna bilər. Məsələn, əskərlər sözündə tələffüz edəndə deyirəm əskərlər. Qızlar, qızlar, oğlanlar, oğlanlar. Təbii ki, amma elə sözlər var ki, orada lar formasında da tələffüz olunur. Məsələn, gedirlər. Lar formasında da tələffüz oluna bilər, bu sizi çaşdırmasın. Sonra gəlirəm l şəkilçisinə. Tələffüz oluna bilər d, tələffüz oluna bilər n və r formasında tələffüz oluna bilər. Atlı, atdı, canlı, canlı, dəyərli, dəyərli formasında tələffüz olunur. Sonra gəlirəm l şəkilçisinin tələffüzünə. L şəkilçisi tələffüz oluna bilər dıq, rıq və nıq formasında. Məsələn, buzluq, buzduq, memarlıq, memarlıq, uzunluq, uzunluq, nuq daha doğrusu, uzunluq, uzunluq. Sonra